Tələbəm Alper bəylə bugün ehtiyatlı ol sağlaş maşından. Dön indi. Dön. Yerdən gözlə dön. Ay sağ ol. Gördün sağdakı avtobus zona girmişdi maşın və oradan bizi ötməyə çıxırdı. Hər cürə sürücü var. Ona görə maksimum diqqətli ol. Dönməzdən də sağ üzrə mütləq bax. Hələ sağında avtobuslar varsa. Biz yolda sağa keç dostum. Tələbəm Alper bəylə bugün şəhər daxili axşam dərsindəyik. Alper, maşallah özün sürürsən, mən səni müdaxiləmirəm dostum. Bugün xeyli məsafə qət eləmişik səndən. Haradan başladıq biz sənə işi də? Elmlərdən. Hara getdik? Elmlərdən düşdük şəhərə. Elmədən biz də düşdük, biz Elmədə sürdük. Elmə ətrafı, Yasamal ətrafı sürdük. Qələbə dairəsindən gəldik, fırlandıq, qayıtdıq. Sonra bax, bu yolu gəldik, bu prospektin düzü şəhərə doğru getdik. Azent dairəsi, sonra o sahil tərəf. Demək olar ki, dəniz vazonuna döndük, qayıtdıq, gəldik. Ondan sonra da sürürük, düzdür mü? Xeyli yol qət eləmişsən, maşallah olsun. Və bugün səninlə biz axırıncı dərsimizdəyik, son dərsimizdir. Və mən sənə görürsən 1 qram zərrə qədər müdaxiləmirəm. Maşallah sürürsən. Hətta yolda qəza şəraiti yaradan sürücü oldu. Onun qarşısını özün aldın, mən müdaxilə eləmədən. Yəni o həqiqətən təqdirə layiq idi. Yəni günah da sənə deyildi. O üstümüzə düşən avtomobilləri sənin qarşısını aldım, məharətlə aldım. Bu sefer düz gedək. Deyək buradan sağa dönmüşdük, indi düz gedək. Bax, deyərdim ki, bir ay olar da biz birimizi tanıyaq, düzdür. Gəlirsək, gəlirsən, bəlkə biraz çox, biraz az. Amma artıq bugün yekunlaşıq dərsləri. Özün necə istəyirsən, ümumiyyətlə, kursa gələn Alperlə, indiki Alperlə arasında nə kimi fərqlər var, deyə bilərsən? Alper heç nə deyə bilmirdi. Söhbət heç nə yox, yəni bu sözlükdən deyək də. Yəni bizim evdə maşın falan var idi, prosto risk eləmirdim, nə çıxmağa. Həvəsin olmuyor, nə bilim, risk eləməmişsən, aha. Amma bugün də solunu yandır Alper, özün keçiyorum yavaş-yavaş. Ay sağ ol. Aha. İndi bugün gayet rahat sürürəm, aydasında da şey. Maşallah sənə. Kursumuzdan razısanmı? Kursumuzun müəllimi, kim müəllim izahlarından, dərs keçmə potensialından razısınızmı qardaşım? Yerlə görə razıyam. Təşəkkür edirəm. Mən də səndən razıyam. Çünki maşallah götürmə qabiliyyəti yaxşı olan tələbədənsən. Dediyimi icra eləməyə çalışdın. Elə şey oldu ki, bəzi nöqsanlar oldu, onları düzəltdik. İnsan öyrənməyə gəlirsə, təbii ki, bəzən yeni vaxtlarda səhv edə bilər, nöqsanlar ola bilər. Amma şuşalar bugünkü nöqsansız sürürsən, əllər üstü 9 istiqamətində. Çalış, bax bu barmağını, bax bura salma. Bax bu şəkildə tut ki, Allah eləməsin, qəza şəraitində barmaq hava yasının arasında qalıb, alibekin arasında qalıb, sınma ehtimalı var. Biraz artır dostum, arxadan qoysam bizə çox yaxındır. Yaxşıdır indi. Biraz azalt dostum, zaten qırmızı işıq var. Afer, mən sənə uğurlar arzu edirəm. Yolun açıq olsun. Bax, sən həqiqətən də hazır sürücüsən. Sən həqiqətən də savadlı sürücüsən, maşallah. Sənə artıq nə lazımdır? Avtomobil lazımdır ki, avtomobil sürəsən. Все. Artıq hazırsan. Solda mişini yandır. Buradan bir dənə U dönüş eləyərsən. Orada geri dönəcəyik. Mən çəkiliş dayandırıram, amma dərsimiz hələ davam edir. Sağ ol, Alper.